Bir çox sual aldım Tayland videosundan ki, hər şey yaxşıdır, bəs Tayland əladır. Amma orada necə yaşayıb, işləyə bilərik, nə işlə məşğul ola bilərik və buna görə də mənim ağlıma gəldi ki, sizə öz artıq 3 ilə yaxını gördüyüm işdən danışım və sizə fərqlərini izah edeyim. Dropshippingi yəqin ki, əvvəl də eşitmisiniz. Amma dropshipping sözünü eşidəndə çox adamın ağlına ümumi bir şey gəlir. Tam olaraq nə olduğunu bilmirlər. Dropshipping dediyimiz sadəcə sizin yaxşı marketinq apararaq, Çindən heç bir özünüzə mal zakaz eləmədən hazır orada olan məhsulları yaxşı marketinq sayəsində ucuza alıb bahaya sataraq aradakı fərqi qazanmağınızdır. İki növü reklamlarla və ya orqanik olaraqdır. Mənim gördüyüm model isə orqanik dropshippingdə. Fərqi nədir orqanik dropshippingin? Orqanik dropshippingdə siz reklama pul vermək yerinə sosial medialarda virallıqdan istifadə edərək təbii şəkildə saytınıza izləyiciləri çəkirsiniz və onları alıcıya çevirirsiniz. Hal-hazırda Cloud və Xfield'dan istifadə edərək heç evdən çıxmadan, heç bir məhsula əlinizi toxundurmadan AI videolar sayəsində Amerikada və Qərbi Avropada alıcılara çox rahat marketinq edib sata bilirsiniz. Çıxacaq maksimum xərciniz AI-ın subscriptionları ayda 100-200 dollar olur. Bunun və bu biznes modelinin ən yaxşı hissəsi odur ki, siz başlayanda çox büdcə yandırmırsınız və ilk məhsullarınızdan belə pul qazana bilirsiniz düzgün istiqamətlə.